Studiyada mənəm Nigar Mahmudova. Bu saatda olan əsas xəbərləri indi diqqətinizə təqdim edəcəyik. Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və mövcud yayılma ocaqlarının ləğvi məqsədi ilə kompleks tədbirlər aparılır. Aqrar Xidmətlər Agentliyi xüsusilə Şimal, Qərb və Qərb regionlarında zərərvericiyə qarşı mübarizə tədbirlər aparır. Bağacığın qışlama yerlərinin aşkarlanması məqsədi ilə monitorinqlərin sayı artırılıb. Yerli əhali və sahibkarlarla görüşlər keçirilir. Onlara zərərvericinin yayılma yolları, təsərrüfata vurduğu iqtisadi zərərlər və mübarizə üsulları barədə geniş məlumat verilir. Qeyd edilib ki, zərərvericiyə qarşı mübarizə məqsədi ilə agentlik ilin əvvəlindən başlayaraq 51 rayonda 10.736 feromon tələ quraşdırıb. Texniki avadanlıqlarla təmin olunmuş mütəxəssislərdən ibarət qruplar Zaqatala və Balakən rayonlarına elzam olunublar. İstirahətlənmə səviyyəsinin yüksək olduğu ocaqlarda təhlükəsizlik qaydaları nəzərə alınmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Zərərverici aşkar edildikdə vətəndaşların mexaniki üsullarla onu məhv etməsi tövsiyə olunub. Maarifləndirmə, nəzarət və mübarizə tədbirləri paralel şəkildə aparılır. Əldə edilən nəticələr göstərir ki, birgə səylər öz töhfəsini verməkdədir. Qəhvəyi mərmər bağacığı ilə mübarizə yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyəti olmalıdır. Məhz bu baxımdan, əgər evlərdə və ya bağlarda bu zərərverici müşahidə olunarsa, dərhal müvafiq qurumlara müraciət olunmalı. Vətəndaşlarımız özləri də bu prosesdə yaxından və aktiv iştirak etməlidir. Gəncədə